bütün rayonlardan buradadır. Üç hərfin birləşməsinə əmrə gələn Bakının daha bir köhnə məhəlləsinə gəlmişik. Söhbət təxminən bir əsrdir məskunlaşmanın olduğu paytaxtın Enzes qəsəbəsinə gedir. Bu dəfə bayram həftəsində buranın qonağıyıq. Görək burada nə var, nə yox. Hamısı İrandan qaçan idi də o. İrandan gəldilər, burada məskunlaşdılar. Bəli, 46-da gəldilər də, qaçdılar şahın əlindən. 120 min nəfər. Sonra burada evləniblər. Fərq eləmir, o tay bu tay eyni millətdir də. Birinci bu tramvayın üstündə evimə deydim. Sonra yavaş-yavaş ditilər. Sibət hamının yoxdur. Əvvəllər çox yaxşı idi. Çox gözəl idi. Bayramda bu gediş-gəliş var yenə də, yoxsa? Gediş-gəliş yoxdur burada, əslən yox. Mənim gözüm bu 77-ci ildən burada gözüm bulaşmışam. İnciyə televizyon neftin ərazisi gedir də buraya, hər tərəf neftin ərazisidir. Enzes ümumiyyətlə necə yerdir? Yaxşı yer, sakit yerdir, pis yer deyil. Demək olar ki, tonqal qalamağa yer qalmayıb, hər yer daralıb. Uşaqlar istəyirlər, yəni eləyə bilmirik də onu geniş şəkildə. Eləyir, yüngülvari, balaca bir şey düzəldir ki, uşaq görsün ki, tonqal yandırdıq. Yuxarıda neft çənləri var, neft ərazisidə, neft xəttləri keçir. Deyirəm, paytaxtda bugün böyük marketlər var, böyük satış yerləri var, amma köhnə məhəllələrdə belə yerlər, balaca dükanlar da var. Düşünürəm ki, tələbat da var. Qonşular da sağ olsunlar, alver var. Bir-birimizi başa düşürük, yola veririk. Bəs bu məhsulları hardan gətirirsiniz? Qatıq, süd, belə kənd məhsulları var, hə. Daha çox hansı kəndlər, hansı rayonlardan? Sabirabad gəlir, Cəlilabaddan gəlir. Məsələn, Bakı kəndlərindən qatıq, süd, belə şeylər gəlir. Özəl yerdir. Şəhərin mərkəzidir. 91-də gələndə necə idi buralar, indi necədir? 91-də gələndə biraz yer, yurt biraz yaxşı deyildi. Sonra düzəltdik də, düzlük qoşdu. Yəni yaxşı deyildi deyəndə, yəni necə? Belə mazıtsad vardı da, yer, yurt mazıdır da. Mazı, neft yağın ətrafı idi bu zavodun. Yəni gəldiniz burada evləri tikdiniz, ətrafı təmizlədiniz, yaşadınız hə? Yaşadıq hə. Bəli, əvvəldə qeyd etdiyim kimi bu qəsəbənin yaşayış massivinin adında 3 hərf var, NZS. Bəs NZS nə deməkdir? Niyə bura belə adlanır? Bəs qəsəbə sakinləri bu haqda bilirlərmi? Bəlkə bir soruşaq. NZS nə deməkdir ümumiyyətlə? Bu haqda bilirsiniz, məlumat var? Yox, o dərəcədə. Hə, neft zavodu. Neft zavodu və orada es qaldı. Heç bilmirəm, state ingilis dilində ya nədir dəqiq deyənmərəm. Yox, onu yalan deyirəm. İnci sözü deyir bir benzinlə əlaqədardır. İnciyə valla eşitmişdim, tam dəqiq deyəmirəm. Yəni neftlə bağlı bir sözdür, neft. NZS bura SSR dövründə qoyulan addır bura. Dəqiq valla mən deyə bilmirəm o nə məna verir. NZS nə deməkdir? NZS mən biləni neft preribat və işçi zavod imeni Stalinə. Yəni ki, Stalin adına zavod olub da bizim bu. Elə adlanır. Hə, onun adından mən bilən götürülüb.